mübarək Ramazan ayı şəhrullahdır, Allahın böyük ayıdır. Daitun fihi ila ziyafətillah. Bu ayda insanlar Allahın qonaqlığına, Allahın ziyafətinə dəvət olunublar. Ona görə də əgər bir şəxs bilərəkdən orucunu pozursa, qəsdən orucunu batil eləyirsə, bu Allahın o əzəmətli ayına, mübarək ayına və Allahın ziyafətinə, qonaqlığına hörmətsizlik sayıldığına görə bizim şəriətimizdə bu həm öz-özlüyündə günah sayılır və ondan da əlavə həmçinin də günahdan əlavə həmçinin kəffarəsi də var. Yəni cəriməsi də var. Amma bəzi hallarda məsələn bir şəxs halal qidana yox, haram qidana məsələn orucunu batil eləyirsə, bu halda da ona şamil olunur ki, həm günahdır, həm qəzası var, həm də qəzadan əlavə kəffarəsi var. Kəffarəsi də budur ki, bir günə görə 60 gün yenə oruc tutmaq və yaxud 60 fəqiri doydurmaq.